Salam əziz şagirdlər, necəsiz? Ümidvaram ki, yaxşısınız. Deməli, sınaq 3, 10-cu 11-ci siniflər üçün olan sınağımdan istədim ki, sualların izahına keçək. Suallar nisbətən çətin, orta çətin suallardır. Lap çətin suallar da olub, təbii ki. Amma qalanları isə yenə dediyim kimi şifahi suallar daha çox olub. O baxımdan da suallarda qəliz və ya belə deyim, başa düşmədiyimiz suallar məncə olmayıb. O baxımdan da xahiş edirəm hamı diqqətli şəkildə baxsın. Deməli, uşaqlar, birinci suala keçək. Hamısına xahiş edirəm diqqətli şəkildə baxın, videonu sona qədər izləyin və videonu bəyənməyi unutmayın. Bax, D1-dən D2 necədir? Paraleldir. D1-dən D2 paraleldirsə, uşaqlar, baxın, bunu uzatsam, bunu uzatsam. Bu neçədir? 80-dir. Uyğun bucağa görə bu da 80 olacaq. Bax, bu da 80 dərəcə olacaq. Bu bucaq 80 dərəcə olacaq. Bu 40 dərəcədirsə, bu nə qədər olacaq? Qarşılı bucaqlı olduğu üçün bu da 40 dərəcə olacaq. Belə. İndi, baxın, elə bil belə bir üçbucaqdır. Belə bir üçbucaqdır. Bu 40 dərəcədir. Bu 80 dərəcədir. Bunu uzadıram. Bu bucağı bizdən istəyib. Bax, üçbucağın xarici bucağı ona qonşu olmayan 2 dənə bucağın cəmidir. 40-dan 80-dan cəmi eləyəcək 120. Bu bir həll. Və ya 40-dan 180 toplayanda 120, bu eləyəcək 60, 180 eləsin deyə. Bu ikisi də tapacaqsın 120. Bu belə də tapa bilərdin. Üçbucağın daxili bucaqların cəmi onun qonşu olmayan xarici bucağına bərabərdir. Bu şifahi sualdır uşaqlar. Qonşu bucaqların tənbələnləri arasında qalan bucağı neçə dərəcədir? Təbii ki, 190 dərəcədir. Yəni, bunu bilin. Bunu da beybənd dedim. Yaxşı, qarşılı bucaqların tənbələnləri, qonşu bucaqların tənbələnləri arasında qalan bucaq 90, qarşılı bucaqların tənbələnləri arasında qalan bucaq isə 180 dərəcədir. Bunu yadda saxlayın. İlk 10 sadə ədədin cəmini tapın. İlk 10 sadə ədəd 2-dir. İlk ədədlər 3-dür, 5-dir, 7-dir, 11-dir, 13-dür. Ondan sonra 15-dir. 15 yox, bağışlayın. 13 yox. 15-dir. 13 olacaq. 17, 19-dur. 23-dür və desin 29. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. Bunların hamısını toplayanda 129 edəcək. Cavab A bəndi. Çox sadə suallardır. Hələ 3 dənə suala çox sadə sual kimi baxmışıq. Uşaqlar, burada raket qaydası var. Mənim raket qaydası nədir? Gözü uşaqlar, çox bilməlisiniz ki, qaydalar, hansı qaydaları hansı tərəfdə istifadə olunur. Məsələn, baxın bir dənə. Bu 3 dənəsini belə seçək, düz seçək. Baxın, belə, belə. Bunu bir dənə belə seçirəm, bir dənə də belə seçirəm. Bu alfadır, bu betadır, bu fi'dir. Və fi olsa, deməli, x bucağı alfa, beta, fi'nin cəmidir. Alfa, beta, fi'nin cəmidir. Yəni, x burada nə olacaq? Bunların üçünün cəmi 70, 30 və 50. Toplayanda da 150 deyəcək. Cavablarını verməmişəm. Bilin ki, cavab 150 deməkdir. 20% 25 10 ədəd. Deməli, 25-i böləcəm 20-yə verəcəm 100%. Tak getdi bunlar 5. Yəni, faizin gedər tapanda ədədi faiz göstərəndə bölüb 100-ə vermək lazımdır. Bu da deyəcək 125. Çox sadə idi. Funksiyasının ən böyük qiymətini tapın. Bax, y bərabərdir 3, sinus x neçədir? Ən böyük qiyməti 1. 3 üstü 1, o da deyəcək 3. Ən kiçik qiymət desəydi. Sinusun ən kiçik qiyməti nədir? Mənfi 1. 3 üstü mənfi 1-də 3-də 1 olacaq. Cavab A olacaq. Amma bunda cavab C bəndidir. Baxın, uşaqlar, çarpaz şəkildə ixtisar edir. 5, 5, 6, 6 olacaq. Loqaritmi 4 əsasdan 64 yazaram. Loqaritma 4 əsasdan 4-ün kubu 3 keçsə qarşıya. Belə deyim də, 3 loqaritma 4 əsasdan 4. O dediyəcək 3. Bir də olacaq, indi loqaritma 2 əsasdan 8. Yenə də loqaritma 2 əsasdan 8 yazaram. 2-nin kubu 3 keçdi qarşıya. 3 loqaritma 2 əsasdan 2. O da edir 1
Bu da elədi 3. 3-dən 3-ü toplayanda elədi 6. 7 yazanlar var idi. Bu sadə ədədi səhv yazanlar çox təəssüf olsun ki, sadə ədədi səhv yazıblar. 51 sadə deyil uşaqlar. 5-dən 1 toplayanda 6 ilə 3-ə bölünür. 49 7-yə bölünür. 39 3-ə bölünür. 3-dən 9 toplayanda 12 edir. 37 də sadə. O da 57 idi. Onsuz zaten 57 sadə deyil. Onda cavab 37 D bəndi. Növbəti belə orta səviyyəli bir sual var. Deyib ki, uzunluğu 72 sm olan parçanın daxilinə C nöqtəsi qeyd olunub və bu parçanın 3 və 5 nisbətində bölünüb. Deməli, təbii ki, AB parçasını seçirəm. AB parçasını seçirəm. Uzunluğu nə qədərdir? 72 sm-dir. 72 sm-dir. C nöqtəsi qeyd olunub. AB parçasıdır, məsələn. Bunun daxilinə C nöqtəsi qeyd olunub və C nöqtəsi bunu 3-ün 5 nisbətində bölüb. Deməli, indi buna 3K deyim, buna 5K deyim. İkisi isə deyib tap. 3K-dan 5K-nın cəmi 72-dir. 8K 72-dir. K dediyəcək 9. K ilə 9. K 9-dursa uşaqlar 3K olacaq. 3 vurma 9 27. 5 vurma K edəcək 5 vurma 9 45. Bizdən kiçik sən deyib, o baxımdan 27 olacaq təbii ki. Hansı fiqurun simmetrik oxu yoxdur? Paralleloqramın uşaqlar. Yadda saxlayın. Baxın, bunu biraz uzadaram, ən yaxşısı. Bu 130-dursa, bunun qonşusunu taparam, 50 olacaq. Uşaqlar, M qaydası var, bəli müəllim. Adam birin paralelini verib. X üstəgənsin 50 bərabərdir 100-ə. X olacaq, 100-dən 50 çıxanda 50 dərəcə. Belə. Çox sadə sual idi. Həndəsədən qəşəng suallar olub bu dəfə. Bu ümumi A-dan B-nin kəsişməsidir. Bax, bu hissə. A-dan B-nin kəsişməsi. Nə çıxardıblar? Bundan mənim C-ni çıxardıblar. C-ni ağardıblar. Baxımdan B bəndi. Parçanın orta nöqtəsinin koordinatlarını tapanda. X orta nöqtəsi koordinatlarını tapanda. X-lərini toplayıb bölürəm 2-yə. 3-dən 5-i toplayıb böləcəm 2-yə. 3-dən 5 toplayanda 8. 8-i böləcəm 2-yə. Elədir 4. Y-ı tapanda 4-dən 6-nı toplayıb, yəni X-lərini toplayıb böləcəm 2-yə. Bir də Y-lərini toplayıb böləcəm 2-yə. 4-dən 6-nı 10. 2-də böləndə 5. Cavab eləsə 4, 5. Belə. Üstəgənizdən bir dənə C var, burada uşaqlar. Üstəgənizdən bir dənə C var. Gətirib X-in yerinə F -1 bərabərdir 3 vurma -1-in kvadratı plus C bərabərdir Y-ə, yəni 5-ə. 3 vurma -1-in kvadratı 1, üstəgənizdən C bərabərdir 5-ə. C elədi 2. Cavab C2-dir. D funksiyası paralel olarsa K-nı tapın. Paralel olanda uşaqlar X-in əmsalları eyni olmalıydı. Yəni K neçəymiş? Şifahi şəkildə deyirəm 5. Çoxluğa aid sualdır. Sadə suallar. Uşaqlar, mən elə çətin sual çox da görmürəm. Həqiqətən ha. Özüm çətin bəlkə çox işləmişəm deyə çətin olmur, amma yenə deyim kimi çox sadədir. A-dan B-nin kəsişməsini bilmirəm. Buna X deyirəm. A çoxluğuna ümumi 7-dirsə 7 minus X deyirəm buna. Bu da ümumi 12-dirsə 8-dirsə 8 minus X deyirəm. Ümumi X-dən 8 minus X toplayanda X-ə gedəcək 8 alınacaq. Bunları toplayanda 7 minus X, üstəgənsin X, üstəgənsin 8 minus X bərabərdir 12. X-ə istilah getdi. 7-dən 8 toplayanda 15 minus X bərabərdir 12. X-ə bərabərdir 15-dən 12 çıxanda 3. Cavab 3. Və ya mənim 7-dən 8-i toplayıb 15, 12 çıxanda 3 alınacaq indi. Bu tipli suallarda bundan da istifadə edə bilərsiniz. Bir parçanın əvvəlcə 3də birini, sonra 2də birini elədilər. Deməli, uşaqlar, belə deyək də. 3də birini işlədiblər. Sonra da 2də birini işlədiblər. Ən yaxşısı yolu 3də 1-dən 2də 1-i toplayıram. Eləyir 6-da 5 X. Elə bil, belə deyim də, 6-da 5. 1-dən çıxıram 6-da 5-i. 6-da 5-i. Qalır 6-da 1. 6-da 1. Qalan nə qədərdir? 6-da 1. 6-da 1 hissəsi
hissəsi 10 olan ədəd. Onu da tapanda 10-u böləsəm 6-da 1-ə, 10 vurma 1 də 6. Bu da elədir 60. Çox sadə. Kompleks ədədin modulunu tapın. Kompleks ədədin modulunu tapmaq. Deməli, bu da çox sadədir. Yox, bunu həlli tələb olunan sual idi. Bunu səhv tikmişəm. Bax, belə birinci dönək buna işləyək. 17-dən davamın. Mən əslində onu elə işləməliydim. 5 fəhlə neçə saat işləyir? 15 saat. 3 fəhlə neçə saat x. İnşallah düz mütənsib yoxsa tərs mütənsib. Fəhlələrin sayı azalıbsa saat çox olacaq. Deməli tərs mütənsibdir. Tərs mütənsibdə 3-ün x-i hasili 3-ü x-ə verəcəm. 5-i də 15-ə verəcəm. 75. X-i tapanda 75-ə. Deməli. Bu düz mütənsib idi yoxsa tərs mütənsib idi? Deməli 15 saata fəhlələrin sayı edib. Bunda 25 saat olmalı idi. Desəm mən yoxlayanda 9 saat götürmüşdüm. Ola bilər. 25 saat. Düzbüzalının 30%-ni tapın. Düzbüzalı 90-dır. 30%-ni tapmaq 90-ı 30-a verib 100-ə bölməkdir. 90-ı 3-ə verəndə 9-üstündə 27. Belə. Çox sadədir uşaqlar. Hələlik heç bir çətinlik yoxdur. Deməli, uşaqlar, bunu üstəlik 1 olanda, 1 ədəd olanda bunu 1 möhtəzdə yaza bilərəm. Yəni 1 plus i, 1 minus i. I üstündə 8. Belə yaza bilərəm. İndi bu olacaq 1-in kvadratı, çıxılsın i-nin kvadratı üstü 8. İndi olacaq 1-in kvadratı 1, çıxılsın i kvadratı mənfi i kvadratının, i kvadratı özü mənfidir. Qabağına dönən mənfi plus 1 olacaq. Üstündə 8. Bu da olacaq 2 üstündə 8. 2 üstündə 8, 256 deməkdir. Deməli, belə. Bir nasos boş hissəni 10 saatda doldurur. Nasosun gücünün 25% artırsaq. Məsələn, V sürətini olanda uşaqlar 10 saatda doldurur. 10 saatda. 25% artıranda, V-ni 25% artırmaq 1,125 V deməkdir. Bunu 2 saatda doldurur. Qutarda tərs mütənasib kəmiyyətdir özü uşaqlar. Sürət artanda saat azalacaq. O baxımdan da V-ni və X-i 1,25 V-yə verib, V-ni də 10-a vermək lazımdır. V-də ixtisar getdi hər tərəfdən. X vermə 1,125 bərabərdir 10-a. X-i tapanda 10-u böləcəm 1,125-ə. O deyiləcək 8. Cavab 8 saat. Çox saatdır. Qonşu bucaqların fərqi 40 dərəcə olarsa, kiçik bucağı tapın. Görürsünüz, həllərinlə uşaqlarla mən həllərin biraz genişləndirib yaza bilərəm. Videonun belə deyim də, şəxsən deyirəm də sonda o videolarda göstərəcəm ki, çox geniş yazmaq nə deməkdir. Onu göstərəcəm. Çünki bəzən baxıram ki, geniş yazılmır. O da sabah istər-istəməz sizə mənfi xüsusiyyət yaradacaq. Yəni geniş yazsınız, nə qədər geniş yazsınız, o qədər siz üçün yaxşı olan bir şeydir. Bir dənə gözləyim, 5 dəqiqə. Belə bir həll yaza bilərsiniz. Baxın, həllindən hamısını. Həllini çox qəşəng şəkildə, sərbəst şəkildə yazıb. Belə yazanda daha gözəldir. 86,2 bal toplayıb. Kimdir? 9-lardan da Mirzəyev Vaqifdir. Ondan sonra başqa uşaqlar göstərmirlər. Bunlar da həllərindən yazıb. Yəni həlləri geniş yazmaq lazımdır ki, bal verilsin. Yəni bunlarda da var. Həllərini yaxşı yazmalısınız. Onun üçün uşaqlar, qonşu bucaqların fərqi 40 dərəcə olarsa, kiçik bucağı tapın. Bax, qonşu bucaqlar hansı bucaqlar? Bir düz xətt üzərində yerləşən bucaqlar. Şəklini çəkdim. Buna alfa dedim, buna beta dedim. Alfadan betadan cəmi necə olur? 180. Yazsan ki, alfa və beta qonşu bucaqlardır. Qonşu bucaqlardır. Fərq deyir nə deməkdir? Alfa çıxılsın beta nə qədərdir? 40 dərəcədir. Tərəf-tərəfə toplayacağım. Alfa-dan alfa-dan toplayanda 2 alfa, beta ilə silah getdi. Bərabərdir. Bununla bunu toplayanda 220. 220. Alfanı da tapanda 110.
Alfanı 110 tapdımsa, bettanı tapdımsa 180-dən 110 çıxanda 70 dərəcə. Bizdən hansı bucağı kiçik? Kiçik bucağı. Kiçik bucaq neçə olacaq? 70. Cavab 70 dərəcə olacaq. Görsən həllərinlə uşaqlar, hamısının həllinlə. Bax, həlli tələb olunan tapşırıq deyilib. Bunun həllini istəsən daha genişləndirə bilərdim. Deyə bilərdim ki, i kvadratın qiyməti -1-dir. Hamısı sözlə yazıb, bəzəyib nə gözəl yaza bilərsiniz. Alfadan beta qonşu bucaqlardır. Vaxtımız var da, mən indi bunu 20 dəqiqə yerləşdirmək istəyirəm. O baxımdan belə mən çox tələsirəm. İndi deyib ki, komplekslərdən modulunu tap. Komplekslərdən modulunu tapmaq həqiqi hissənin xəyali hissənin cəmini. Yəni 5-in kvadratı plus 12-nin kvadratına. Yəni düstur yazardım birinci. A kvadratı plus B kvadratı. Ondan sonra bu qaydanı tətbiq edirdim. Tak, getdi. Z bərabərdir. Kök altında 25 plus 144. Z bərabərdir 169. O da bərabərdir 13. Deməli, modul neçəymiş? 13. Daha geniş yaza bilərdim. Bu sual daha maraqlı sualdır. Buna yəni, bu mükəmməldən ötüb sualdır. Yəni, niyə mükəmməldən ötüb? Çox adam buna istəyirlər ki, 1-2 uşaq var ki, bunun yarı qədər gedib. Amma ondan sonra qalanını gedə bilməyib. Amma bir dənə buna baxın siz. Məsələn, deyirəm, 2/3, üstü gəlsin 3/4, də 1, üstü gəlsin 4/5-də 1, üstü gəlsin 5/6-da 1. Bunu bilirsən də. Amma 2/6 ilə 3/4-ün 12 ilə bunu alınmır. İndi bunu necə həll edirlər uşaqlar? Bax, elə bil ilk olan vurğulardan 2-də 1-dən çıxıram neçəni? 6-da 1-i. Bunun həll yolu. 2-də 1 çıxılsın 6-da 1. Bu da eləyəcək 6-da 6-nı bu 3, bu da 1. Eləyəcək 6-da 2, bu da eləyəcək 3-də 1. Cavab budur. Amma bunda 2 nəsin? 2/6 ilə. Bu alınır. Amma 3/4-ün 12 ilə axı. Bu alınmır da. O baxımdan bunu bilirsən necə parçalayacağam. 1/2/3. Belə. 3-dən olanla. Həməlin bu alınır onda. Bəli. 2, 3, 4. Bəli. 60. 3, 4, 5. 3/4-ün 12, 5-ə vuranda 160. Üstə gəlinsin. 120-ni yazacağım. 4/5/6. Da 1, nöqtə. Deməli. 10/11/12. 1. Bu da olacaq. Deməli, indi, bax, bunu tapanda bundan, yəni neçə? 1/2, bir də bundan, sondakıdan çıxacaqsan. Olacaq 2-də 1 çıxılsın 100. 11-12 vuranda 132-də 1. Bu hissədə yazmışdılar. Bundan o yüzden yazmayanlar var. O baxımdan 2-də 1 qoymuşum uşaqlar. Tam bal verilmir çünki. Deməli 2-dən 132-yə əkob neçədir? 2-dən 32-yə əkob 132-nin özüdür. Deməli bunu 66-ya 132-nin 2-yə bölündə 66. Bunu 1-ə vermək lazımdır. Bu deyəcək 132-də 66-dan 1 çıxanda 65. Ay müəllim, nə gözəl sual idi bu. Həqiqətən uşaqlar, bu sualın qədərən bilin, heç bir yerdə olmayan sualdır. Yəni öz beynimizdən düşündüyümüz suallardandır. Amma təbii ki, bütün kitablarda olmasa da Azərbaycan kitablarında bir ikisində, üçündə bu kitab sual var. Mənim çətindir axı. Çətindir deyəndə uşaqlar, çətin o demək deyil ki, bu imtahana düşəcək. Bu sual imtahana düşəcək, düşməyəcək, yox. Bəlkə heç vaxt düşməyəcək imtahana. Amma sizin beyninizi açmaq üçün bu suallar salınır. Elə imtahanda da çətin suallar olur. İllik inflyasiya bahalaşmaq deməkdir uşaqlar. Bu sözün mənası inflyasiya bahalaşmaq deməkdir. Yəni, məsələn 100 manat, bu gün 100 manat maaş alıram. Mən gedib 10 kilo 10 manatlıq neçə kilo mən məsələn deyirəm alma ala bilərəm. 10 kg. Bax bu belə deyim də alıcılıq qabiliyyətidir. Alıcılıq qabiliyyəti. Bu maaşımdır. Bax deyib ki, inflyasiya 50% olduğu ölkədə bu isə 10 manatdır. 50% maaş qalxacaqsa, yəni bahalaşacaqsa 10 manatlıq alımı məsələn olacaq 15 manat. 50% bahalaşmada. İndi alıcılıq qabiliyyəti nə qədər artsın? 60%. Bu da olacaq 10 manat 60% artında 16 kiloqram olacaq. Belə. İndi deyib maaş nə qədər artmalıdır? Maaş belə deyim də sizə. 15-16 veranda 240
240-dır. Əvvəl 100 manat alırdım. İndi nə qədər aldım? 240 manat aldım. 15-i 16-ya vurdum. 240. 100-dən də 100 manatdan da 240% qalxıbsa, manata qalxıbsa, deməli ki 140 manat və ya 140% mənim maaşım qalxmalıdır. Mənim maaşım qalxmalıdır. Qalxmalıdır. Və yenə dediyim kimi 100 manat götürürsən maaşımı. 10 manata neçə kilo mən almalıyam? 10 kilo. Bu alıcılıq qabiliyyəti. Neçə kilo ala bilərəmsə o alıcılıq qabiliyyətidir. Maaşım budur. Bu isə belə deyim də, deyib ki, neçə faiz artırmaq lazımdır ki, alıcılıq qabiliyyəti. İnflyasiya bahalaşma. Bu inflyasiyadır. Yox, elə bil bu miqdardır, ilkin miqdardır. İlkin. Yəni əvvəl maaşım 100 manat idi. Bunu ilkin qiymətdə 10 manata aldığım almanı alıcılıqdan 10 kiloqram ala bilirdim. Amma indi elə oldu ki, bahalaşmadı. İndiki zamanıya aiddir uşaqlar. 50% bahalaşdı. Alma oldu 15 manat. Alıcılıq qabiliyyəti nə qədər artsın deyib. Alıcılıq qabiliyyəti 10 kiloqram idi. İndi oldu 16 kiloqram olsun. 15-in 6-ya verdim 240 edir. Əvvəl 100 manat idi, indi oldu 240. Neçə faiz artdı? 140% artdı. Belə. Bu qədər sadə. Uşaqlar, bu suallar mükəmməl idi. O baxımdan 100 bal. Deyərəm bu 2 dənə suala görə 100 bal toplayan olmayıb. S90-da keçən olmayıb. Amma suallar ümumi şəkildə mən sizə deyim ki, sadə, çox sadə suallar idi. Yəni heç kim bəhanə eləməsin ki, suallar çətin, qəliz, elə bir sual olmayıb şəxsən. Yəni təbii ki, olacaq, çətin sual da olacaq. Növbəti sınaqlardan hazır olun. Növbəti sınaqlar düşündürücü suallar daha çox məncə olar. O baxımdan da özünüzə yaxşı baxın. Suallara diqqətli şəkildə baxın və bu sualları qədrin bilin. Bu suallar heç bir yerdə olmayan sual tiplərindəndir. Xahiş edirəm diqqətli şəkildə baxın. Sağ olun, özünüzə yaxşı baxın.